Salam əziz şagirdlər. Deməli, videomuza qaldığımız yerdən davam edək. Mərkəzi bucaq və daxilə çəkilmiş bucaq dərsinin izahını verəcəm bugün. Birinci sualdan başlayaq. Deyir ki, toxunan və vətər çəkilib AOB. Deməli, bu bucağımız 68-dir. Bura 68-də AB qövsü 68-dir. O zaman bu bucağı soruşur. Bu bucaq isə bu qövsün yarısıdır. Yəni 68-in yarısı neçə olacaq? 34. Sual sadədir. Adi çevrəni toxunan AB vətərdir. Yəni toxunan və vətər çəkilib. Vətərin uzunluğu 12-dir. Bunun uzunluğu 12 cm-dir. A. Möhtəşəm. BAD. Bu bucaq 30 dərəcədir. Bu bucaq 30 dərəcədə, bu qövs 60-dır. Çevrənin radiusumuz. Fərz edək ki, mərkəz buradadır. Bizdən artıq istəyir çevrənin radiusunu. Uşaqlar, bura 60-dırsa, bu bucaqda 60 dərəcə olur. Yəni, bu qövs 60-dırsa, mərkəzi bucağımız 60 olur. 60-dırsa, avtomatik bu bucaqlar da 60 olur. Səbəb nədir? Bərabər yanlı üç bucaqda oturacağı bitişik bucaqlar da bərabər olur. Demək, bu bərabər tərəfli üç bucaqdır və hər biri 12 cm olacaq. Doğru cavab C variantı. Üçüncü sualla davam edək. Diametri verilib, AB vətərini soruşur. Bu da eynisidir, özünüz yazarsınız. Burada artıq diametri verib, radiusu tapdıqdan sonra, yəni radius tutaq ki, 12 veribsə, bu vətəri həminki qayda ilə, həmin yolla tapacaqsınız. Növbəti 4-cü sual. MAC 15-dir. MAC, buranı 15 verib, bura 15 dərəcədir. MCA-nı soruşur, MCA. Aha, buranı soruşur. Bura alfa yazaq. Baxaq görək, başqa nə var? Bura 15-dirsə, bu qövsümüz neçə dərəcə olur? Bu qövsümüz olur 30. 15-in 2 misli. Onda bu qövsümüz neçə olur? 150. Səbəb nədir? 180 eləməlidir də. Deməli, bura 150, bura 30-dursa, bunu tapmağa nə var ki? 150-dən 30 çıxıb 2-yə böləcəyik. Həmin bucağı verəcək. Deməli, alfa bərabər 150 çıx 30 böl 2. O deyilir 60 dərəcə. Doğru cavab oldu 4A variantı. 5-ci sual. Əmsaoğludur. 6-cı sual. Eyni tipli suallar uşaqlar yazmayacağım. Yəni, sadəcə rəqəm fərqi olan sualları eynisini yazmaq biraz vaxt aparır. MCA-nı indi bu 5 eynisidir. 6. CB diametri. Aha, bu diametri olarsa ABC 50-dir. ABC. Bura 50-dir. DAB-ni soruşur. DAB. Baxın. Bu bucağı soruşur. Necə yazmaq olar? Uşaqlar, bura 50-dirsə, bu qövs neçə dərəcə olur? 100 olurmu? 2 mislidir. 100-dirsə, AB qövsünün dərəcə ölçüsü neçə olur? 80. Onda bu bucaq 80-in yarısı 40 dərəcəyə bərabərdir. Doğru cavab oldu 6D variantı. 7-ci sual. Əvvəlki suallar sadədir uşaqlar. Çalışaq bunlardan eynilərin təkrar yazmayaq. Bu da eynisidir. Bax, bir də dəqiq baxaq. ABC-ni soruşur. DAB 50, DAB. Buranı verib 55. Bura 55 isə bura 110-dur. Bura 110-dursa bu qövs 70-dir. 180-də tamamı. B bucağını istəyir yəqin ki. Aha, 70-in yarısı 35. Bu da B variantı. Keçək növbəti 8-ci suala. Sualda görək bizdən nə istəyir? ABD. Bura 130-dur ümumi olaraq. Aha, maraqlıdır. Ümumi 130-dur uşaqlar. Diametrə sökülən bucaq 90 dərəcədə. Bura 90-dırsa, 130-dan 90-ın çıxsaq. Ümumi 130-da, 130-dan 90-ın çıxsaq, qalar 40. Deməli, bu hissə, yəni bu hissə neçə dərəcə olur? 40 dərəcə. Bizdən ABC elə onu soruşur. 40 dərəcə. D variantı.
90 imiş. 9 eynisidir. 10-cu sual. Mərkəzi nöqtəsində olan çevrədə AB 4, AB vətəri 4, BC burası 8, ABC-ni B bucağını soruşur. Deməli, bura 30 dərəcəymiş də. 30 dərəcə bucaq qarşısında duran katet, hipotenuzun yarısı. Bu 90 dərəcədə diametrə sökənən bucaq. Bura 30-dursa, avtomatik bura 60 dərəcə olur. Doğru cavab oldu A variantı. Gedək növbəti. 11-ci sual eynisidir. 12-ci sual. MBC'nin bu diametrdir. MK vətər radius MK hanı? Bu vətər radius. Deyir ki, belə bir çevrə çək. Elə çək ki, deyir çevrəyə oxşasın. Aha, bilirik ki, diametrə sökənən bucaq 90 dərəcədir. 90 oxşamadı, amma siz fərz eləyin ki, 90-dır. Buradan mərkəzlə birləşdirilib. Radius deməli avtomatik burada radius. Radius deyir, burada radiusdur, MK-dır bu. Bu da P nöqtəsidir. PKO, PKO, PK, burada da odur. Bu bucağı soruşur bizdən. Tapaq da radiusdursa, bunun hər üçü radius olduğuna görə 60, 60, 60. 90 eləməsi üçün alfaya neçə qaldı? 30 dərəcə. Doğru cavab oldu Y. Bilsəydim bu qədər rahat heç şəkili çəkməzdik. 13-cü sualla davam edək. 13 eynisidir. 14-cü sual. AC diametr çəkilmişdir. Deyir, radiusu R olan çevrədə bir dənə çevrə çəkirik. Radiusu R olan AB vətəri və AC diametri. Tutaq ki, bu AC diametrdir. A-dan B-yə də vətər çəkilib. Bu da AB vətərdir. Daha sonra nəyi soruşur bizdən? Radiusu R olan çevrə nöqtəsi. R kök altı 2. Bura R kök 2. Bura 2 R'dir bildiyimiz kimi. Bunu birləşdirsək 90 dərəcədir. Deməli, bura R'dir. Təbii ki, R'dir. Deməli, yoxsa R deyil. Bir dəqiqə. R kök altında 2. Elə R kök altında 2-dir burada. R kök altında 2 kvadratlar cəmi buranı verməlidir də. 2R kvadratı 4. Aha, R kök altında 2 də buradır. Deməli, bu bərabər yanlı düz bucaqlı üst bucaqdır. 45-45'dir. Bizdən nə istəyirik yazmaq? BAC. BAC elə 45 dərəcə. Tapmışam bunu C variantı. 15. 15'də görək bizdən nə istəyir? Deyir, çevrədir bir dənə. Mərkəzi daxilə çəkilmiş. Çevrənin mərkəzi daxilə çəkilmiş BAC bucağının AC tərəfi üzərindədir. Aha, bu AC olsun. Bu BAC olsun. BAC bucağının AC tərəfi üzərində mərkəz var. Aha. AC 18'dir. 18'də deməli radius 9-9'dur. AC 18. BAC. Bura 60'dır. Birləşdirsək, bura 30'dur. Bizdən AB və 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Yəni 18 isə bura elə olur 9 santimetr. Doğru cavab oldu Y variantı. Növbəti suala baxaq. Neçənci idi bu yazdığımız? 15, 16 eynisidir. 17. Aha, qövslərin uzunluqları nisbətini tapın. Uzunluqları nisbətini. Tapaq da, bu 30'dursa, bura neçədir? 60. Bura 40'dırsa, bura da 40'dır. Və salam da M-in N-ə nisbəti, yəni 40-ın 60-a nisbətini istəyirlər. Və salam, tutardı 40/60. O deyilir 4/6, ixtisar gəlsə 2/3 nisbətində bölünər. Doğru cavab D variantı.
18 də yenisidir. 40-dır, bura 50-dir. Bizə nəyin nisbəti? 40-ın 50-yə nisbəti, 4-ün 5-ə nisbəti. 18 də A variantı olacaq. Növbəti. Deməli, nə yazdıq? 40 deyil, bu 20-dir, 20, üzrü sayın. 20-nin 50-yə nisbəti. 2-nin 5-ə. O da yoxdur. Y variantı var. Daha sonra 19 izah elədik, yoxsa yox? İzah eləməmişim. Deyir, göstərilən dərəcə ölçülərin nisbəti, yəni bunlarla eynidir. Burada nisbəti verib 3-ün 2-yə. Belə çıxır ki, M qövsünə 3K-dır, N qövsünün uzunluğu dərəcə ölçüsün daha doğrusu 2K-dır. M-ə 3K desək, yəni 3K 60-dırsa K neçədir? 20-dir də buradan. 3K 60-dırsa K 20. K 20-dirsə gətirib yerinə yazsaq M bucağı olur 40. Deməli, bura 40-dırsa daxilə çəkilmiş olur 20 dərəcə. Doğru cavab B variantı. ABD. ABD. Bu bucaq ümumi 110'dur. AOB-ni soruşur. Deməli, uşaqlar bir şey nəzərinizə çatırmaq istəyirəm. Nədir o? Radius və yaxud diametr vətərə nədir? Perpendikulyardır. Perpendikulyarsa, bura 110'dursa ümumi. Bax, bu hissə neçə olur? 20 dərəcə olur da, eləmi? Aha, bizdən AOB-ni mərkəz bucağı soruşur. Soruşsun da biz izah edərik. Aha, harda qaldıq? ABD 20 idi, ABD. Ya 110. Ümumi 110'dursa bura qaldı 20. Aha, daha sonra necə yaza bilərik? Bura 20-dirsə, digər qonşu bucağı 160'dır da. Bax, bütöv bu hissə. 180'də tamamlamaq üçün. Ya. Deməli, doğru fikirləşməmişik. Qoy təmizləyək. Bu ümumi 110 veribsə, bax, bu bucağımız neçə dərəcə olur? 70 olur da, eləmi? ABD hansıdır? Buradır. Bura 110'dursa, bura neçə dərəcə olur? 70 dərəcə. Aha, bizdən bu bucaq 70'dirsə, bu qövsümüz olur 140 dərəcə. Çünki vətər və toxun arasında qalan bucaq sökənlik qövsünün yarısıdır. Bura 140'dırsa, mərkəzi bucağımızda neçə olur? 140 dərəcə. Heç 140 dərəcəyə oxşamasa da doğru cavab oldu 140 dərəcə. Sonra mərkəz O nöqtəsində olan çevrədə BAC 32'dir. Bura 32'dir. Qəşəng. 32'ni yazaq. BOC bucağını soruşur. BOC. Buranı soruşur. 32'dirsə uşaqlar. Burada 32'dir. Çünki radius. 32. Bura neçə 60'dır. Çünki üst bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 22-ci sual eynisidir. Deyərdim, yox. Amma eynisi deyil. BAC. Bura 65'dirsə, burada 65'dir. 130. Bizdən M qövsünü soruşur. 65, 130. Bura neçə qaldı? 50. Bura 50'dirsə, deməli M qövsü də 50'dir. Doğru cavab oldu 22-də B variantı. 23-cü sualla yolumuza davam edək. Görək başımıza nə gəlir. Tükdən başqa nə gələcək? 23. Toxunanlar çəkilib. Oba marketimiz 30 dərəcədir. Oba, bura 30'dur. 30'sa bu tənbələndir də. Bu da neçədir? 30'dur. Aha. Başqa nə istəyir? ABC-ni 30, 60 doğru cavab oldu. Bir nöqtədən çəkilən iki toxunanın
təpə nöqtəsi ilə mərkəz nöqtəni birləşdirən düzxət parçası həmin bucağın tən böləni olur. Deməli oldu, doğru cavabımız 60B variantı. Rahat sualdır. Yenə oba marketimiz 20-dirsə 20-20 40 A variantı olacaq. 25-ci sual. En qövsünün dərəcə ölçüsü 46-dır. 46 buradır. ABC-ni soruşur. A, B, C bu bucaq. 46-dırsa buna necə eləyir? 134. Bu da 134-ün yarısı 68 eləmiş. Yoxsa necə eləyir? 68 neydi? 67. Doğru cavab oldu E variantı. 26-cı sual eynisidir. 27-ci sual. AKC. AKC. Bura 80'dir. En qövsünün dərəcə ölçüsü. Bura 120'dir. Aha. M soruşur. Nə var ki tapmağa? M-ə x desək, x plus 120 cəminin yarısı 80'a bərabərdir. Buradan da x neçə olur? 160 oldu 40. Doğru cavab 40'dır. A variantı. 28. AC DB-yə bərabərdir. Aha, baxaq görək. AC DB-yə bərabərdir. Bərabər vətərlərdir. Bərabər qövslər ayırar yəqin ki. BDC 32 dərəcədir. B. O şəkili çəkək. Şəkil çəkməsək olmaz. Bəlkə amma çəkməyək deyil üzərində yaxşıdır. BDC haradır? 32'dir. Baba bu ara 32'dir bu balaca nöqtə. Qoyduğum hissə. Bura 32'dirsə daxilə çəkilmiş bucaqda. Bura neçə olur? BC qövsü 64. Aha. Bizə CA'dən soruşur. Bu bucağı soruşur. Aha. Qəşəng. Demək, bərabər vətərlər qövsdən bərabər çevrədən bərabər qövslər ayıracaq. Belə deyək. Hətta o deməkdir ki, bura x desək, burada x-dır da. Deməli olur 2x plus 64 bərabər 180'dır. 2x bərabərdir. 180'dan 64 çıxsaq 116 eləyir mi? Aha, x necə olur? 58. Doğru cavab oldu 58. Haranın bu qövsün dərəcə ölçüsü. 58 ise 58'in yarısı bura. 29'dur. 29 32. Elə 29 ise bu bucaq soruşur da. Bu da daxilə çəkilmiş bucaqdır. O da elə 29 olacaqdır. C variantı. Bunu nəyə uzadırıq ki? Niyə uzadırıq ki? Anlaya bilmədim. Mərkəzi O nöqtəsində olan çevrədə M qövsü N qövsünə bərabərdir. M-ə bərabərdir. Aha, möhtəşəmdir. Bərabərdirsə əladır. DCO. Bura 20'dir. BOC'ni soruşur. BOC haradır? Buranı da soruşur. Baxaq. Baxaq görək nə alınır. Aha. Bu qövsə bərabərdirsə demək belə çıxır ki aha, bura haransa vermişdi deyəsən. Buranı 20 verib. Qəşəngdir. 20 dərəcə.
Biz nədən istifadə edə bilərik burada? M və N qövslərindən istifadə edə etməyək. Lazım olacaq bizə. Yəqin ki. Nəysə, mən bunu uzadıram. Və bununla sərqəsi oldu. Birləşdirirəm. Uşaqlar, bura 20 dərəcədirsə və bu qövslər bir-birinə, ümumiyyətlə, M plus N'in yarısıdır bura. Bura bu qövslərin cəminin nə olacaq? Yarısı olacaq. Aha. Bircə saniyə. Bura 90 dərəcədir. Şəkil çəkməsəm, deyəsən, olmayacaq. Bu çəkim qələmdə çernil buraxır. Belə işlər. Buradan bura. Belə bir şəkildə. Buranı 20 verib. Deyir ki, bu qövslər bir-birlərinə bərabərdir. Aha. Bu bucağı tapın. Başqa bir şərt yoxdur ki. BOC-ni soruşur. Aha, başqa bir şərt yoxdur. Bu bucağı soruşur. Aha, düşünək görək. Nə istəyir bizdən? Nə istəyir? N isə bu bucağımızda N qövsünə bərabər. N qövsünə bir nə deyək? Alfa deyək. Alfadırsa burada alfadır. Aha, əladır. Daha sonra. Bunu bu şəkildə uzatsam. Və bununla birləşdirsək, burada alfa olur. Çünki bu alfa, 2 alfadır. Daxilə çəkilmiş bucaq. Onun yarısıdır, alfadır. Aha, belə çıxır ki, bu vətərlər bir-birinə paraleldir. Bu da kəsən düz xətdir. Alfadırsa alfadır. 90-dırsa deməli burada neçə olmalıdır? 90 olmalıdır ki, paralelliyi ödəsin. Aha, deməli 20 plus alfamız. Nəsə yorğunçuluqdur. Başımda ağrıyır. Deməli 20 plus alfamız nəyə bərabər olmalıdır? 90 dərəcəyə. Alfa neçə olur? 70. Alfa 70 isə qonşusu neçə olacaq? 110 dərəcə. Və salam. Bu qədər maraqlı bir sual. Bu neçənci sual idi yazdığım? Neçənci sual idi? 29. Doğru cavab oldu. 110. O da var mı variantda? C variantı var. Növbəti 30-cu sualla davam edək. Görək 30-da bizdən nə istəyir? Nə istəyir? Biz ona nə verəcəyik? 30. Deyir AOC. Yəni bu bucağın ABC. Bu bucağa nisbət 2-nin 5-ə nisbətidir. Qəşəng. AB BC-yə bərabərdir. AB BC-yə. Aha. Deyir bu bura bərabərdir. Deməli bura alfa desək bu qövsə, bu da alfa olacaq. Çünki bərabər vətərlər çevrədən bərabər qövslər ayırır. Vəssalam da qutardı getdi. ABC. Aha. Deməli bu AOC 2x olsa, bura neçə x-dır? 5x-dır. 2x olsa bu qövsdə 2x-dır. Bu 5x olsa bura 2/5x-dır. Aydın olur uşaqlar. Bax bura 5x-dırsa, bura olur 5-in yarısı yox, 5-in 2 misli 10x. Bura 2x-sa ilə bu qövsümüzdə 2x-dır. Ümumi
12x'imiz 360'dır. X neçə olur? 30. Aha, deməli alfa 30'dur. Bizdən nəyi soruşur? BAO. BAO haradır? BAO. Bizdən buranı soruşur. Soruşur, lap gözəl soruşur. Deməli 30'dursa, bura 150 imiş. 30, bura 2x, bura 60 imiş. Daha sonra bizdən nə istəyir? Bizdən nə istəyir? 60 oldu bura, yoxsa neçə oldu? X 30 tapdıq. 30, 30, 60. Aha, 60, 150. 60, 150. Bərabər qövslər ayırır. Deməli 30, 30'dur bu qövslər. Ümumidə 300. BAO. BAO. Bu bucağı soruşur. Burada şəkil üzərində çox səliqəsiz vəziyyət alındı. Təkrar çəkək. Çəkək görə nə istəyirdi dəqiq bizdən. Onu öyrənək. İşimizə davam edək. Deyir ki, bu odur, bu adı, bu C'dir, bu B'dir. Bizə deyir ki, AOC, bax bu bucaq 2K'dır və yaxud 2X'dır. Bu bucaq B bucağı ABC 5X'dır. Belə çıxır ki, bura 10X'dır, bura 2X'dır da. Buradan X'i tapdıq 30 dərəcə. Aha, 30 da bura 60'dır, bura 30, 150'dir. Aha, əla. Möhtəşəm. Və bu vətərlər də bir-birlərinə bərabərdir. Yəni 30, 30 dərəcə ölçüləri. Biz bu bucağı tapmalıyıq. Bu bucağı necə tapa bilərik? Maraqlanaq, görək necə tapa bilərik. Aha, necə edək ki, maraqlı alınsın. Maraqlı alınsın. Bunu uzatsaq. Bura 60 tapmışdıq da. Bura neçə olur? 120. İndi 120 yoxşamır, amma 120 sayın. Deməli, burada neçədir? 120. 120-dirsə, 120, 30. 150-dirsə, bu C bucağı nə qədər olur? 150'nin yarısı. Əslində bunu bu tərəfdən uzatsaydım daha yaxşı olardı. Onda bu bucağı tapardıq. Baxın, belə uzadaram. Biz bu tərəfi düşün ki, yoxdur da. Bura 60'dırsa, bura neçə olur? 120. 120'dirsə, bu qövsümüz də 120'dir. 120, 30, 150'dirsə, onun yarısı 75 dərəcə olar. Doğru cavab oldu Y variantı. Burada şəkillər balacadır. Adam nəsə çəkməyə çalışanda qarışır bir-birinə, aləm dəyir. Aha. Yəqin ki, ümid edirəm, aydın oldu. Növbəti 31-ci sual. Baxaq görək, burada nə istəyib. Üç bucağın daxilinə çevrə çəkilmişdir. Qəşəng, yaxşı eləyiblər. Nöqtə. Bucaq A 80'dır. Bura 80'dır. Bura 60'dır. YDF'i soruşur. YDF. Aha, buranı bizdən soruşur. Möhtəşəmdir. Möhtəşəmdir. Uşaqlar, toxunanlar arasında qalan bucaqlar. Bu qövsün dərəcə ölçüsü neçə dərəcə eləyir? 180. Deməli, bura neçə oldu? 120. Bunu yenə çəkməsəm olmayacaq. Şəkil çox balacadır. Göstərmək olmur. Fərz eləyək ki, belə bir şeydir. Şəkil. Buradan bu nöqtəyə, buradan bu nöqtəyə belə bir şey çəkilib. Bizdən bu bucağı soruşur. Bura 60'dır. Şəkili. Aha. Görsənir. Aha. Bura 60'dırsa uşaqlar. Bura neçədir? 120'dir də. Cəmi 180 eləsin. İndi buranı A bucağını 80 verib. 80'dırsa onda bu qövsümüz neçə dərəcə olur? 100 dərəcə. 100, 120, 220'dirsə 360'dan 220 çıxsaq qalırmı? 120'si qalır. 140'ı. 120 nə idi?
Desin hesablamalarımız da qarışır. Deməli 140-sa, bu da daxilə çəkilmiş bucaqdır. Neçə olacaq? 70 dərəcə. Doğru cavab oldu 70. Y variantı. Növbəti 32-ci sual. Deyir, çevrə 3 nisbətdə bölünmüşdür. Bir çevrə çəkək. Tutaq ki, biri budur, biri budur, biri də olsun bu. Deyir, toxunanlar çəkilib. Hər üçündə. Birində toxunanı belə olsun. Bu toxunanlar kəsişir. Səliqəsiz kəsişir, amma kəsişir. Fərz eləyək ki, bura 5x-dır, bura 6x, bura 7x. Cəmi 360 dərəcədə. Deməli, 13, 18x. 360-dırsa, x neçədir? 20. 20 dərəcəsi alınan üçbucağın ən kiçik bucağını. Əvvəl sualımda ən kiçik burada olacaqdır. 100-dür. Yox, ən böyüyündə olar da. Deməli, 20-dirsə 147x-da. Bu qövsün dərəcə ölçüsü 140-sa, bu bucaq neçədir? 40-dır. Ən kiçiyini soruşurdu. Ən kiçiyi elə bu olacaq. 40 dərəcə. Doğru cavab oldu C variantı. Növbəti 34-cü sual. KB toxunandır. Bunu üzərində yaza bilsəm yaman olar. Düz şəkil balacaqdır. BA. Bura 12-dir. AC. AC-ni soruşur, tapaq. Tapaq da. BA vətəri KBC. KBC hanı? Bu tən böləndir. Ben çıxır ki, bununla bura bir-birinə bərabərdir. Yəni, bura alfa desəm, bu qövsümüz 2 alfadır. Bura 2 alfadırsa, avtomatik bura alfadır. Bura alfadırsa, buranı da alfa verir. Bunlar deməli bərabər yanlıymış. Bizə nə soruşur? Elasiyon soruşur. 12. Rahat imiş. Bucaqlara görə təyin etmək olurmuş. Demək belə. Yenə eynisidir. Burada bərabərliyi verib. Digər bucağı soruşur. Yoxsa eynisi deyil. Deyir, AB AC-yə bərabərdir. Bura, buraya bərabərdir. Yəni, bura alfa desəm, deyir, burada alfadır. ABC, ABC. Alfanı 80 verib. 80-80-dırsa, 160 bura neçədir? 20-dir. DBC-ni soruşur. DBC. 20-dirsə, bura neçədir? 40-dır. Bu da onun yarısı yenə 20-dir. Doğru cavab oldu 35 A variantı. 36-cı suala. Baxaq, baxmayaq. Baxaq. 36 eynisidir. 37. Uzunluğu 10 cm olan vətər çevrədən, çevrənin mərkəzindən vətər qədər olan məsafəni tapır. Bir dənə çevrə çəkdir, çəkək də. Üstəndən gedir. Vətər uzunluğu 10 cm-dir. Çevrədən 90 dərəcəli qövs ayırdı. Ayır-bayırsında. Çevrənin mərkəzindən bu vətərə qədər olan məsafəni tapın. Deməli, çevrənin mərkəzindən bax, bu vətərə qədər. Bunu 5-5 bölür də. 2 dənə belə radius çəkərib. Deməli, burada 90 dərəcədir. Düz bucaq təpəsindən endirilmiş hündürlükdür. Həm də nədir bu? Mediandır. Mediandırsa, belə bir şeydir də. Bərabər yanlı düz bucaqlı üç bucaqdır. Bu təpədən endirilmiş hündürlük həm də mediandır da 5-5 bölüb. 5-5 isə avtomatik burada 5-dir də. Asan sual imiş. Doğru cavab oldu B variantı. 38-ci sual. Görək nə istəyir bizdən. Cəmi neçə dənə sualdır? Cəmi çoxdur. Ay maşallah. Bugün yorğunçuluqdur. Yəqin ki, yarısını çəkərəm, yarısı qalar. Yoxsa nə? Baxarıq da nə qədər çəkə bilirik, çəkək keçsin. Çevrənin mərkəzindən yenə eynisi 38-39-cu suala baxaq. MBA. Buranın 45 şəkil çəksək burada daha gözəl olar. Yenə düşünürəm. B'di, M'di, O'du, B'd. Buranı verib 45. Aha. MB'ni verib 6. Bura 6'dır.
A nöqtəsindən B xəttinə qədər olan məsafə. Bunu soruşur. Bu bura ilə perpendikulyarda həmin məsafəyə bərabər olur. Həm də diametrə söykənən bucaqdır 90 dərəcədir. 6-dırsa AM də 6-dır. Burada olur 6 kök altda 2. Bizdən nə istəyir görəsən? Elə 6-nı soruşurmuş. BM xəttinə qədər məsafə. Doğru cavab oldu 6. C variantı. 40-cı sual. Eyni sualdır. Eynisidir. Sadəcə burada 30 verib buranı. Bunu birləşdirsək. Olur 30 dərəcə bucaq qarşısında duran kateti betonuzun yarısıdır. ABN-də 10 veribsə deməli bura 5-dir. Doğru cavab oldu Y variantı. 41, 42. Gedək. Gedək görək nə əmələ gəlir. Belə bir şəkildir. Diametri oxşamadır bu. BC verib ki, bu qövslər hər üçü bərabərdir. Aha. Əla. Belə çıxır ki, bu daxildə qalan hissələr bir-birlərinə bərabərdir. Bax, buradakılar. BAC. Yəni bu təpə bucağını bizdən soruşur. Soruşursa yazaq da. Buradan yuxarıki qövslərin hər biri alfa, alfa, alfa desək. 3 alfa 180-dırsa alfa neçə olur? 60. Aha. Alfa 60'dır. Daha sonra nə istəyir bizdən? Alfa, alfa, 2 alfadır da. Bu da eləyir 120. Bu da daxil çəkilmiş bucağıdır da. 120'nin yarısı 60. Bura 60'dır. Eyni zamanda alfa, alfa 120 yarısı 60. 60, 60'dırsa burada neçə qaldı elə? 60 dərəcə. Asan sual imiş. Doğru cavab oldu B variantı. Mürəkkəb görsəlir amma çox rahat, çox hədsiz rahatdır. Qövslərin dərəcə ölçüləri bərabər olarsa, bu qövslərin dərəcə ölçüsü yenə eyni sualdır. 2 alfa bu dəfə 180'dir, alfa 90'dır. Deməli burada 90'dır, burada 90'dır. Bunu da 90 verib. Eləmi? Bizə nəyi soruşur? BAC-ni. BAC buranı soruşur. Deyir buranı tapın. Tapaq da. Tap deyir tap. 90'dırsa burada 90 verib. Bura 90'dırsa daxilə çəkilmiş bucaqda onun yarısıdır. 45'dir. 45 ise burada 90 olduğuna göre burada avtomatik 45 olur. D variantı. 43. sual. PBD yoksa BPD. BPD. Burayı 40'dır. Qəşəng. M qövsünün dərəcəsi. Bura 60'dır. Eyni sözcür. Bura x nə var ki? X çıx 60 bölü 2 bərabər 40 olur. 80, 80 üzərinə 60 gəlsək. Doğru cavab oldu 140. A variantı. Bu da oldu neçənci sual? 43-cü sual. 44-cü sual da yenisidir. Yəni, böyük qövsdən kiçik qövsü çıxıb yarıya bölsək bu bucağı verir. Qaydası odur. Radiusa bərabər olan vətənə uzanan çevrə çəkimi tonlar arasındakı böyük bucağı tapır. Tapaq da. Tap deyir tapaq. Deyir radiusa bərabər olan vətənin. Radiusa bərabər bir vətən çəkək. Vətən uclarından çevrə çəkimi toxunanlar. Biraz sərgəsiz oldu. Fərz edək ki, şəkil belədir. Bu radiusa bərabər olan vətərdir. Toxunanlar arasında bu bucağı istəyir bizdən. Özdə toxunanlar arasında qalan
böyük bucağı tapın deyir. Toxulanlar arasında qalan böyük bucağı tapın. Tapaq. Mərkəzi bura götürsək. Birebir düzgət birləşsək. Burada radiusu. Avtomatik hər biri 60'dır. 60 da burada 60'dır. Bura 60 olduğuna görə bunların ikisinin cəmi 180 eləməlidir. Neçə qaldı? 120 dərəcə. Doğru cavab oldu 45 B variantı. 46-cı sualla davam edək. Burada da kiçik bucağı soruşur. Təbii ki, kiçik bucağı da tapmaq məncə problem olmaz. Asan olar. Bu şəkil əslində müxtəlif tərəflərdə aşağıda və yuxarıda qurmaq olar. Yəqin ki, ona görə böyük və kiçik bucaqdan söhbət gedir. Kiçik bucaq, böyük bucaq 120 isə kiçik də 60 olar da, 46 variantı olar. Asan sualdır. 47-ci sual. Çevrənin bir nöqtəsindən hər birinin uzunluğu olan qarşılıqlı bir-birinə 2 vətər çəkilmişdir. Bir dənə çevrəci çəkək. Bir nöqtəsindən qarşılıqlı perpendikulyar 2 dənə vətər. Qarşılıqlı perpendikulyardır. Hər birinin uzunluğu 4'dür. Burada 4'dür, burada 4'dür. Bu çevrənin radiusunun uzunluğunu tapın. Radiusunun uzunluğunu tapaq da. Nə deyirsə onu əməl eləyək tapaq. Radiusu. Perpendikulyar çəkək. Ayda, heç bunu çəkməyə ehtiyac yox idi. Radius soruşur. Belə bir şəkil çəkək. Və bu düz xətləri birləşdirərəm. Mən deyərəm ki, bu diametrdir. Səbəb nədir? Diametrə sökülən bucaq 90 dərəcədir. Oradan qaynaqlanır. 4'dürsə, bura olur 4 kök altında 2. 4 kök altı 2'dirsə, radius neçədir? 2 kök altı 2'dir. Doğru cavabımız var mı? Doğru cavab D variantı. 48 eynisidir. 49 xarici, çevrə xaricində götürülmüş nöqtədən. Xaricdə bir dənə nöqtə götürək. Bu çevrəyə çəkilmiş toxunanların toxunma nöqtələri çevrəni 2 dənə toxuna çəkək. Toxunma nöqtələri çevrənin 1, 8, yəni bura x desək, bura 8x. Toxunanın arasındakı bucağı bu alfanı soruşur. Bunların cəmi 360'dır da. Deməli 9x. 360'dır. X neçə olur? 40. 40 deməli, bura 40'dırsa, bunların cəmi 180 eləməlidir də. Alfa deməli olacaq 140 dərəcə A variantı. 50-ci sualla davam edək. 50'də görək bizdən nə istəyir, nə deyir. Deyir ki, uşaqlar, şəkil çək sonra yaz. Bu şəkilə baxdım, mənə elə bir söz dedi. Görəsən doğru mu deyir, yoxsa yanlış mı deyir? Elə düşünürəm ki, doğru deyir. Çünki şəkil çəkməsək problem yaranar deyə düşünürəm. Belə bir şey şəkildir. Odur, dedi, sedi, bedi, bu Y nöqtəsidir, bu da A nöqtəsi. COD, bu bucaq 80'dır. BAC 10. BAC haradır? Bura 10'dur. Dəfə bucaq 10'dur. YOD'ni soruşur. YOD. Bizdən soruşulan bucaq buradır. Deməli, əziz şagirdlər, necə yazmalı olar bunu? Bura 80'dırsa oturacağı bitişik bucaqlar bir-birinə bərabər olmalıdır. Çünki radiusdur. 180'dan 80 çıxaram. Qalır 100. 100'ün yarısı
50 buradır, 50 buradır. Bura 10 idi də. Üç bucağın xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Burada neçə qaldı? 40. Elə bizdən o 40'ı istəyirdi. 40 da hansıdır? 40 yoxdur heç. Hə, budur. 50. 40 oldu D variantı. 51-ci sualla davam edək. 51-ci sual özü bizə deyir ki, çək şəklini çəkməsən yaxşı olmaz. Biz de onun dediğin ayda bu almaya oxşadı, çevriyə oxşamadı. Bir dənə toxunandı və kəsən var. Bura niyə belə çəp gedir? Toxunan və kəsən var. Toxunan toxunma nöqtəsi ilə bu hissələr birləşdirilir. Bura A-dır, P-dir, T-dir, B-dir burada. Deyir ki, bunlar bir-birinə bərabərdir. Bərabər yəni üçbucaqdır. Sonra TAB, TAB. Buranı verib 70 dərəcə. BTA-nı soruşur. BTA. Buranı soruşur. Soruşursa yazaq da. Bizdən nə gedir? Heç nə. Aha. Başka şart var idi. BT, PT, BT'ye beraber. Aha verib de onu. Deməli beraber yalnızsa alfadsa burada alfa olacaq. Bura alfadsa bu qövsümüz 2 alfadır tabii ki. Bu qövsümüzdə. Aha bura alfa yazmamışıq da. Bura x yazmışıq. 2x deyək. Bura x. Aha. 2x lazım değil. Bura alfadsa bura 2 alfadır. Buranın özünü alfa verir. Bura 70'dirsə bura 140 dərəcədir. 140'dan 2 alfa çıxıb yarıya bölsək bu alfaya bərabər olur. Deməli 140 çıx 2 alfa. Böyük qövsdən kiçik qövsü çıxıb yarıya bölsək bu bucağı verir də. Toxunun və kəsən arasında qalan bucağı verir. Ah, oradan da getmək olardı. Buradan bundan da getmək olar. Elən yaxşısı bu deyə. Bu neyəcəm ki? Uzun gedir. Toxunan və vət arasında qalan bucaq qövsün yarısıdır. Deməli burada alfadır. Burada alınan 3 bucaq var ha. Bu 70 onun xarici bucağı. Deməli 2 alfa 70'dirsə alfa neçə olur? 35. Ha, belə daha rahat imiş. Alfa 35'dirsə 35'dirsə bura olur 70 dərəcə. Bu qövsümüz olur 70, 140, 210. Elə gedim, yoxsa bu başqa sadə yolda var. Başqa sadə yol nədir? Var da, neyinəm ki? 35, 35, 70'dirsə bu təpə bucağı neçə olur? 180'dan. Haydi, video yaxşı çəkməyək. 180'dan 70'ini çıxaram. 110. 110'sa bura 35'dirsə, bura neçə qalır? Deməli 110'dan da 35'ini çıxsaq, neçə qalır? 70. 70 dərəcə eləmir. Eləyir. Elə bura 35. 105'dirsə, 105'dirsə buradan da gedib. 70 yox, 75 dərəcə. Buranın da 75 dərəcə olduğunu tapmaq olardı. Maraqlı, asan sualda 3-4 yolu var. 75 doğru cavab oldu. Y variantı. 53-cü sual. Neyse səhv toplamadım elə bil. 70. Ayda 52 değildi bu yazdığım. 51 idi. 51, 75. C variantı. 52'ye baxıb deyirəm cavabların. Gördüm ki burada 78 deyir. Bura 70'dir. Elə bildim ki səhv köçürmüşəm. Baxdım ki yox. Köçürməmişəm, səhv baxmışam. 52 eyni sualdır. 53'lə davam edək. 53'ün bir dənə qəşəng, möhtəşəm şəklini çəkeyim. Sonra
həll edərəm. Deyir ki, belə bir toxunanlar çək buradan. Burada mərkəzi nöqtə qeyd elə. Bunun təbəllün olduğunu bilirsənsə deyir işin rahatdır. Da elə bir söz deyir bizə. Radius toxunana perpendikulyardır deyir. Onu da bildinsə sən ölüm yoxdur. Evet salam da. Bizdən nə istəyir? Nə istəyir? MOA. MOA haradır? Bura. Alfa deyək. MAO. MAO. Burada beta deyək. Deyir ki, alfa çıx beta 10 dərəcədir. Alfa plus beta neçədir? 90'dır da. Düz bucaq var orada. Vəssalam da. Bizdən MBN buran soruşur. Buradan 2 alfa. 100'dür, alfa 50'dir. Bura 50'dirsə, bura neçə qalır? Bizdən bu bucaq soruşur. 50'dirsə bura 40 qalır. 40, 80. 80'dsa bura neçə dərəcə olur? Ümumiyyətlə 50. Bura olur 100 dərəcə. 100'sə bu daxila çəkilmiş bucaq, bu 100'ün yarısı olacaq 50 dərəcə. Asan saldı. Bunda bir neçə yolla yazmaq olar. 53 oldu doğru cavabımız. Neydi? D variantı. 54 eynisidir. 55 ilə gedək. Üzü o tərəflərə doğru. Beşte görə bizdən nə istəyir? Yazıb pozan rusqanı istəyir bizdən. M qövsü. Bura 30'dur. 30. N qövsü. Bura 90'dır. OK 6'dır. OK. Bura 6'dır. Qəşəng. AK-nı istəyir. Buradan bizdən bu X istəyir. Birləşdirərəm. Aha. 90'sa burada 90 olur. Yəni perpendikulyar olur. Hardan bildim? Mərkəzi bucaq sökəndi qövsünün dərəcə ölçüsünə bərabərdir. Aha. Gözəldir. Buradan bunu da birləşdirmək fikrindəyəm. Bilmirəm amma niyə. Birləşdirək. Başqa nəsə verməyib ki. AK-nı istəyir. AK oradır. Aha. Sonra. 30 saat cəminin yarısı da bu bucaq verir də. 120, bura olur 60. Bura 60'sa deməli burada 30'dur. Bura 30'sa burada 30'dur. Bərabər yanlı üç bucaqdır da. Aha. Bərabər yanlı üç bucaqdır. Bizdən OK-nı verib. Odan K-ya qədər. 30 dərəcəli bucaq qarşısında duran katet petonuzun yarısıdır. Bura 6'dırsa deməli bura neçəymiş? 12'ymiş. Aha, KB'nin daha doğrusu tapdıq 12. Başqa nə var burada? Burada 30'dur. Bu perpendikulyar değil ki təsadüfən. Yox, perpendikulyar değil. 30. Buranın 30 olduğunu tapmışdım mən. Yoxsa yox. Şəkili pis günə qoydum. Təzə şəkil çəkək. Ən salamatı. Şəkil balaca olan da adam heç nə görə bilmir. Demək belə bir şəkildir. K'dır, A'dır, B'dir, O'dur, C'dir, bu da D'dir. O buranı verib altı. Qəşəng, gözəl. Bunu birləşdirdik.
birləşdirdik. Əcəb elədik. Bunu da bunu ilə birləşdirmişəm orada. Və. Buranı verib 30 dərəcə, buranı 90 verib. Bura 90-dırsa bura perpendikulyardır, 90-dır. Belə çıxır ki, burada perpendikulyardır. Aha. Burada 60 hardan aldıq? 90 plus 30 bölü 2-dən 60 aldıq. Bura 60-sa bura 120-dir də. 120-dir, qəşəng. 180-də tamamlamaq üçün. Buranın 30 olduğunu almışdım bayaq hardansa. Ha, bura 60'dırsa, bura 30'dur. Bura 30'sa burada 30'dur. Bura 30'sa eyni zamanda burada 30'dur. Belə çıxış ki, belə bir üçbucaqdır burada. Otuz bərabər yanlıdır. AK da deməli neçədir? 6'dır. Akan soruşurdu. C variantı 55. Asan imiş, heç diğerlerini tapmağa ehtiyac yox imiş. Burada tapılıb el əslində. Bucaqlardan getsəymişəm, tapırmışam. Deməli, uşaqlar necədir? Təkrar yazıram. Təkrar siləm ki, daha dəqiq olsun. Baxın uşaqlar, bunu birləşdirirəm. Bunu da bura birləşdirirəm. Bu hissəni verib 6. Bu 90'dır. Bura 30'dur. Cəmin yarısı da bura 60 dərəcədir. 60'sa burada 60'dır. Bura perpendikulyarda 90'dır. Bura 60'sa bura neçədir? 30. 30'sa burada 30'dur. Səbəb nədir? Səbəbini deyək. Çünki bərabər yanlıqda radius. Aha, 30. Bura 120'dir, eləmi? Bura 30, 120, 150'dirsə burada 30'dur. 30 deməli bərabər yanlış üçbucaq. Bura 6'dırsa burada 6'dır. Evet, salam. Bu qədər rahat. Heç başqa heç nə tapmağa ehtiyacı yoxdur. Bucaqlarla gedib tapmaq olarmış. 56. M qövsü 30. Bura 30. N qövsü 90. Oka. Ha, eyni sualdır. Eyni sual təşərini yazıram ki. Bunlar birləşdirsək. Bura 60. Bura 30. Deməli, burada 30'dur. 120 ise burada 30'dur. 400 avtomatik burada 4 olur. Heç nə. Rahat və maraqlı sual. BD bura 6'dır. Bura 6'dırsa AD də 6'dır. Çünki bir nöqtədən çəkilən iki toxunan bir-birinə bərabərdir. Əlimizi bura qoysaq burada da bir nöqtədən iki dənə çəkilən toxunanı görmüş oluruq. Bizə nə soruşur? AC. Toxunma nöqtələr arasındakı məsafə, yəni AC-ni soruşurdu. 6, 6, 12. Asan sual imiş. 57. Doğru cavab oldu 12. Sonra 58'e baxaq. Gör 58'də bizdən nə istəyir? Görək nə istəyir? Aha. Deyəsən axırlar rahatdır. Çevrə daxilini çəkmiş ABC üçbucağın B təpəsindən AC tərəfindən paralel. Aha, paraleldirsə bura alfa desək, burada alfadır. Paralelliyə görə. CBN 75'dir. CBN alfa 75'dir. Deməli burada 75'dir. Burada 75. 75 ise bura 150'dir. 150'nin yarısı burada 75'dir. M qövsünü. 75 ve 75 150 ise bura neçədir? 150, 30. 30 ise M qövsü 60'dır. Bunlar rahat sual. 58 doğru cavab oldu. 60. 59 eynisi de onu özünüz yazmağa cəhd eləyin. Və yaxud özünüz yazın. Yorulduq əməlli. Bir xeyli yorulduq. Artıq bir saata yaxın vaxt keçib. CD 5'dir. CD haradır? Bura 5'dir. Qəşəng. Bura 60 dərəcədir. 60 ise burada 60'dır. Bura 60 ise bura 120'dir. AB diametrinə paraleldir. CD vətəri. CD bura paraleldir. Bura 60 ise deməli burada 60'dır. Paralelliyə görə. AB'ni soruşur. AB hanı? Aha. AB. Paralel vətərlər arasında qalan qövslər bərabərdir. Yəni 60 ise burada 60 olmalıdır.
Aha. Başka ne kaldı ki? Şəkil çəkməsək olmayacaq şey. Çernil bırakır Ruskada içine. Görsənmir. Görsən rəsmdə gördüm həllini. Sadəcə onu izah etmək lazımdır. Mərkəzdir. Mərkəzlə birləşdirək. D'dir, C'dir, O'dur, A'dır, bu B'dir. Bizdən soruşur ki, CD 5'dir, bura 5'dir. M qövsü, bura 60 dərəcədir. AB'ni soruşur, AB. Buranın ümumi uzunluğu. Deməli uşaqlar, birləşdirərəm buranı. Bura 60'dırsa, burada 60'dır. Aha, çox gözəl. Çox möhtəşəm. 60. Radiuslu. Başka paralellik de var idi hansı. Bu bura paraleldirsə, burada neçədir? 60'dır. Bunu belə birləşdirməyək. Birləşdirək. Aha. Başka ne var? Ne istəyir bizdən? Paralel bucaqlar. Heç bunu birləşdirməyə də ehtiyac yox idi. Bura alfa yazsaq. Burada alfadır. Aha. Görək başqa nə var, nə istəyir. Sonra. Radiuslu, bərabər yanlıdır. Deməli, burada 60'dır, burada 60'dır. 60-60'dırsa burada. Çünki bərabər yanlı üç bucaqdan getdikdə 60'dır. Bu, hər biri 60. Bərabər tərəfli nəymiş? Üç bucaq imiş. Yəni, radius 5-dirsə, AB diametri olacaq 10 santimetr. 61-ci suala baxaq. Yaman yoruldum ha. Şəkili yenə quraq. Asan sual imiş. Radius bərabər yanlıda 60. 50 tərəfdə qurmaq olar onu. Problemi yoxdur yəni. İlk şəkil, amma şəkil çox balacadır. Bizdən nə istəyir? Baxaq görək. Şəkil üzərində göstərə biliriksə, yazaq, göstərə bilmiriksə, eyb yox. OCD 50'dir. OCD. Bura 50'dir. Ay, şəkil görsənmir. Millət eləyək ki, qəşəng görsənsin. Deyəsən, görsənmədi yenə, yoxsa? Aha, görsənəcək. OCD. Bura 50'dir. 50'dir qəşəng. N qövsü. Bura 60'dır. Bura 60'dır, burada 60'dır. Aha. BAC-ni soruşur. BAC haradır? BAC. Aha, bu bucağı soruşur bizdən. Deməli uşaqlar, bura 50'dirsə, burada 50'dir. Aha. Buranı 60 tapmışdı da. 60 idi. 50, 100'dürsə, bura neçə oldu? 80. 180 eləmək. 80, 60, 140'dırsa, bura neçə qaldı? 40. Üç bucağın xarici bucağı özünə qonşu. Üç bucağın xarici bucağı, yəni bu 50. Özünə qonşu olmayan bu iki daxili bucağın cəminə bərabər. Yəni 40 plus x bərabər 50 olmalıdır. Buradan x 10 dərəcə olacaq. Rahat sualdır. Yəni çətin sual deyil. Demək istədiyim odur. 62-ci suala baxaq. AOC hanı? Bura 160'dır. 160'dırsa bu qövsümüz də 160'dır. Bura qaldı 200. 200 ise B bucağı olur 100 dərəcə. Bizdən elə B bucağı soruşur. Sadə sual. Altmış üç eynisidir. Alfa 16'dır. Şəkili çəkək. Ən gözəli bu şəkili çəkməsək olmaz. Böyük bir dənə
çevrədən başlayaq. Belə bir zigzag şəkillər, bucaqlar qurmağa. Aha. Buranı qamma verib, qammanı verib yoxsa bura alfadır. Alfa 16'dır, bura 16'dır. Beta 20'dir, yəni bura 20'dir. M qövsü hardadır? AMB. Bura A'dır, bura B'dir. Bu qövsü ümumi uzunluğu belə dərəcə olsun 130'lu. Olarsa qammanı soruşur. Nə var ki da buna? 16'dırsa bura 32'dir, 20'dirsə bura 40'dır. X-sa bura 2x. Bunun üçün cəmi 130'a bərabərdir. Yəni 2x plus 72. 130'sa 2x bərabərdir. 58 20. 58 x neçə oldu? 29. Bizdən elə x-in özünü soruşurdu. Sadə maraqlı sual imiş. Sonra baxaq görək başqa nə var, nə istəyir. Növbəti suallarla davam edək. Əziz şagirdlər, yorulmuşam, videonu yekunlaşdırmaq istəyirəm. Ancaq bir tərəfdən də deyirəm ki, yazaq daday. Yazaq qutarsın. Aha. Bura A-dır, bura B-dir, bura O-dur, bu C-dir, bu M-dir. Deyir ki, ABO 60'dır. ABO, bura 60'dır. Qəşəng. ASO, bura 30'dur. Bu da möhtəşəm. OMZ-ni soruşur. Bu alfanı soruşur bizdən. Alfanı soruşur, qəşəng. Bura x desəm, bu qövsdə x-dir, mərkəzidir çünki o nöqtəsi. Bura lap x deməyək ki, x deyək. Burada olur x. Səbəb nədir? Bu da daxil çəkilmiş bucaqdır. Aha, nə qaldı ki bizdə? Heç bir şey. Bizdən hansı soruşurdu bu alfanı? Deməli, alfa plus 2x plus 30 180 dərəcəyə bərabərdir. Daha sonra alfa plus x plus 60. Bu da 180 dərəcəyə bərabərdir. Bu ikisinin bərabərliyindən daha doğrusu almaq olar. 180 hər ikisi bərabərdir. Alfalar gedər. Deməli 2x çıx x bərabər 60 çıx 30, x bərabər olur 30'a. X 30'dursa alfamız neçə olur? 90 dərəcə. Heç 90 dərəcəyə oxşamır. 30'sa hardan aldım? 30, 60, 90'dır. 180'dan 90 çıxanda alfada 90 olur. Heç 90'a oxşamasa da 90 dərəcə kimi qəbul edək. 66 eynisi də 67'yə baxaq. Deyir A, BC. BC nöqtələr. Mərkəzi O olan çevrə üzərindədir. Mərkəzi O'dur. Sonra ABC 30 dərəcədir. ABC. ABC. Bura 30 dərəcədir. A şərti görsənmir bir şey. Aha, indi görsəndi. ABC 30'dur. Perimetr AOC. 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 Belə bir şey şəkildir. Bunun perimetri 27'dir. Olarsa çevrənin radiusunu tapın. Tapaq da. Bura 30'sa bura 60'dır. Deməli burada 60'dır. 60'sa burada 60'dır. Burada 60'dır. Deməli bu bərabər tərəfli üçbucaq imiş. 27'dirsə 3'ə bölsək
9. Radiusu da elə olur 9 santimetr. Sadə sual imiş. Düşündüm ki, çox çətin olar, ancaq çətin heç nə yoxdur. 68 eyni tip sualdır. 69. Baxaq görək. Bizdən nə istəyir? Deyir, ABC nöqtə mərkəzi O olan çevrə üzərindədir. Tutaq ki, bu A-dır, bu B-dir, bu olsun C. AOC üçbucağı bərabər tərəfli olarsa, AOC bir dənə bərabər tərəfli üçbucaq quraq burada. Bu 60, bura 60, bura 60 və s. ABC-nin, ABC, bu bucağın böyük qiyməti. Bunu soruşur. Nə maraqlıdır. Bura 60-dırsa, bu mərkəzi bucaq da 60-dır. Yerdə qalan hissə neçə olur? 300. 300-sə, bura neçə dərəcə olacaq? 150. Elə ən böyük qiyməti bu halda alacaq. Aşağıda götürsək, təbii ki, kiçik qiymətini alacaq. Ən böyük qiymət elə 150 olacaq. 150. 150-dən böyük olsa ola bilməz. Ən böyük soruşur. Ya iti bucaq olmalı, ya kör bucaq. Kör bucaq olduğuna görə ən böyük qiymətidir. 70-ci sual. Bu da eyni sualdır. 71. Qövslər verilib. M qövsünə çəkməsək deyəsən olmayacaq. Şəkil çəkək. M'dir, N'dir, K'dır, L'dir. M qövsünə 2K yazdıq. N qövsünə 4K, K qövsünə 5K, növbəti L qövsünə 7K. Ümumi hamısı uşaqlar 360-dır da. Deməli 2K plus 4K plus 5K plus 7K 360-dır. 6, 11, 18K. 360'dır. K 20'dir. Bizden soruşur ki AMB bucağının AMB de bu bucaq dərəcə ölçüsünü soruşur. Deməli bu vətənlərin cəminin yarısı da 5K plus 2K böl 2. Yəni 7K böl 2. 7K'nın yerinə 20 yazsaq. 7 vur 20 böl 2. O da eləyir 70 dərəcə. Deməli, cavabı olacaq 70 dərəcə. Növbəti 72-ci sualla davam edək. Eyni tip demək olar, eyni sualdır. Şəkildə o mərkəzi ABC bəzi toxuna çəkilmişdir. AC qövsünün uzunluğu. Bu qövsün uzunluğu 20'dir. DC qövsünün uzunluğu 16'dır. ABC buranın dərəcə ölçüsünü soruşur. Bura bir alfa yazaq. 20 və 16'dırsa 20 və 16'dırsa deməli uyğun bucaqlar yazsaq bu qövslərin pi r alfa böl 180 20'dir. Pi r tutaq ki beta böl 180 da 16'dır. Tərəf tərəfə bölsək qalır alfa böl beta bərabər 20 böl 16. Bunlar da ixtisar getsə 4'ə 5 bölünsün 4. Deməli alfaya 5K, betaya 4K desək. Cəmi 180'dır çünki diametrdən bir tərəfdə yerləşir də hər iki qövs. 9K 180'dır, K 20'dir. Bizdən B bucağını soruşur. Baxın, yəni
5K'dan 4K çıxıb bölsə 2-yə, 5K'dan 4K çıxıb bölsə 2-yə həmin o alfa bucağını verir. Belə çıxır ki, qaldı K böl 2. K-nın yerinə də 20 yazsaq, 20 böl 2. Doğru cavab oldu 10 dərəcə. Maraqlı və asan sual. 74 onun kopyasıdır. 75 ilə davam edək. Yorğunçuluq var. Çox yorğunçuluq var. Amma davam etmək lazımdır ki, bitsin. Bitsin bu yazılar. Uşaqlar bilirik ki, diametrə söykənən bucaqlar 90 dərəcədir. Bunu bilirik. DAC 37-dir. DAC bura 37-dir. 37 isə bu bucağı tapa bilərik də. 90 eləməsi üçün qaldı 53. Buruldu 53. Kənarında yazıram. Aha. ASB. ASB. Buranı verib 48. 48. Elə bizə nə soruşur? BCD-ni. BCD. Tutarda da 48 plus 53. Necə eləyir? 90, 101. Yoxsa 90, hətta 101. Doğru cavab oldu 101. Növbəti. Sual eynisidir. 77-ci suala baxaq. Görək bizdən nə istəyir? Olan çevrən radisi uyğun olaraq yer üstür. AC BC-yə bərabərdir. AC hanı? Aha, bura x desəm, burada x-dir. Bərabər yanlı üç bucaqdır, belə deyək. R1, R2, R3. Deməli, R1-ə radiusa 7K desək. Bura olur 14K. Bura 10K desək. 20K. Bura 7K desək, burada 14K'dır. Niyə radius 7K olanda diametr 14K olur da? ABC-nin perimetri 50'dir. Aha. 50 olarsa AB-ni soruşur. AB ümumi uzunluq. Aha. Baxaq görək burada nədən istifadə edə bilərik. Ümumi perimetri də verib 50 santimetr. Qəşəng. Biz bunu birləşdirsək, burada 10K olurmu? 10K. Olur. Oldu. Daha sonra nə edə bilərik? Aha. Radiuslara uyğun olaraq R1, R2, R3'dür və hər birinin uzunluğunu verib AB ACBC-yə bərabərdir. Aha, gözəl. Perimetr ABC-ni də verib 50 olarsa AB-ni tapaq. Əvəz eləyək də cəmi perimetri, yəni 2x plus neçə kadı bu? 20 plus 14, 34 üstə də 20 plus 28-də 48K bərabərdir 50-yə. Hər tərəf 2-yə bölsək x plus 24K bərabərdir 25-ə. Deməli, x bərabər olur 25 minus 24K-ya. X-in yerinə 24 çıx. 25K yazsaq. Pifagor teoremi alırıq. Və o biraz uzun gelir. Amma da geçsin də. Burada belə bir uşaqlar. Düz bucaqlı üst bucaq var. Bura 10K idi də. Yəni 10K'nın kvadratı plus. Bura neçə K eləyir? 10K, 14K. 24K'nın kvadratı bərabər olmalıdır 25 çıx 24K'nın kvadratına. Yəni bu hipotenuzun kvadratına. Buradan 100K kvadratı plus 576K kvadratı
bərabərdir. 625 plus, yox minus daha doğrusu. 2 vur 24 vur 25 k plus 576 k kvadrat. 576 k kvadratları gedir. 576 k kvadratları A gedir. Müxtəsər aldıq. Nə mənasız müxtəsər aldıq burada? Qalır 100 k kvadratı. Üstə gəl. 50.200 k çıx 625 bərabər 0. 25'e bölsək hər tərəfi olur 4k kvadratı plus. Buranı 25'e bölsək deməli 4 48 48k çıx 25 bərabər 0. Kalkulator olsaydı hesaplayardım. Kalkulatorum olmalı idi əslində buralarda bir yerdə. Deməli 48'in kvadratı 48 vur 48 2304 deməli diskriminant bərabərdir 2304 üstə gələk 16 vur 25 üstə gəlirik 16 vuraq 25 nəsə yanlışlıq olmadı ki sanki 16 4 asiyetdə 16 vur 25 400 aha 16 vur 25 400 üzerine geldik 2304 2304 Vay, neyse yazdık bizce saniye 2304 kalkülatörde səhv hesablayır deyəsə 2304 topla üzerine gel 400 2704 oradan da 52 çıxır. Aha 2704 kök alsaq kök altı diskriminantdan 52 çıxdı. Deməli oldu mənfi 48 plus 52 böl 4 vur 2 bərabərdir 8'də 2 4 yani 2'də 1 diğer halda mənfi alınır. Mənfi al lazım değil. Kanı tapdıq 2'də 1 nə yaman uzun yolla getdim. Nəsə heç xoşuma gəlmədi bu yol. Ola bilsin ki daha kısa yolu var. Heç fikirləşmədim də. AB neçə K idi? Kanı 2'də 1 tapdıq. AB deməli 48. 48'i vururuq 2'də 1'ə. Doğru cavab olur 24. Həllə yenidən baxa bilərsiniz. Biraz uzun getdi düşünürəm. Ancaq bəlkə də daha kısa yolu var idi. Heç düşünmədim. Birbaşa yazdım. Növbəti suala keçid edək. Uyğunluqlar uşaqlar əslində rahatdır. Bir ikisini izah eləyəcəm. Davamını özünüz yazarsınız. Tərincə yorulmuşam. Deməli alfa 40. Bura 40-dırsa bura neçə dərəcə olur? 80. Deməli beta da 80'dir. Məsələn alfa 40 olanda beta 80. 1'ə doğru cavab A. Məsələn alfa 70'dirsə bura 70'dirsə beta da 70'dir. Elə olmur. 70'dir. Ya 70'dirsə bura 140'dır. 140. Burada 140 olur. Elə bir cavab 2'ye. Deməli 1'ə A, 2'ye oldu C, 140. 3'ə. Baxaq 80'dırsa 160. Bura olur 160. 3'ə oldu D variantı. Sonra indi araşdıraq görək başqa hansı variantlar uyğun gəlir. Deməli alfa 40 olanda beta neçə oldu? 80. 40'ın üzerine 80 gəlsək 120. Eyni zamanda Y variantı uyğundur. Daha sonra ikinci suala baxaq. İkinci 70 olanda
oldu necə 140, cəmi 210. 210 yoxdur. 80 olanda oldu 160. 80-dən 160-ın cəmi eləyəcək 240. Deməli burada oldu B variantı. Oldu A, Y, C, B, D. Yer olmadı. B, aha, B yeni yazmışam. Belə B, D. Hə, vəssalam. Diğerləri də bu tip suallardır. Özünüz yazarsınız. Uyğunlaşdırma yetərincə vaxt aparacaq deyə keçərək açıq suallarda izahını verin. Onunla yekunlaşdıraq. Saat deməli deyəsən 2-yə işləyir. O hətta 2-yə 2-nin yarısına azalıb gecə keçir. Yorğunçuluqdur. Suallar da bitmir ki, bitmir. Saat 2-dir və mən 2-yə qədər dayanmadan danışmışam artıq. Çox danışmışam deyəsən. Ona görə də yorulmuşam. Belə işlər. Bunu da burayla birləşdirsək. Bunu da buradan birləşdirsək. O1, O2, bura adı M'dir, bu K nöqtəsidir. Aha. Düz keçirdim. M, O2, O1, aha. İki çevrə toxunur. AM parçası K nöqtəsindən keçir. AM parçası K nöqtəsindən keçir. Düzdür. AM 10'dur. AM 10'dur. Qəşəng. Ümumi 10'dur. AM 10. Ya burada yazaq. AM 10. AO1K AO1K buranın perimetri ilə bura P1 desək, bura P2. Deməli P1 plus P2 48 isə O1 O2'nin uzunluğunu soruşur. Bura X desəm, bura Y desək, burada X'dir çünki radiusdur. Burada Y-dir. Bura A desəm, bura 10 eləməsi üçün 10 çıx A olur. Vəssalam, bunları toplasaq, yəni 2x plus 10 çıx A ilə bunların cəmi 2y plus A-nın cəmi 48'dir. Alar gedər. Qalır 2 vuraq x plus y bərabərdir. 48'dən 10 çıxsaq 38. X plus y olur 19. Yine bizdən də x plus y O1 O2'ni soruşur. Doğru cavab oldu 19. Rahat sual imiş əslində. 88 eynisidir. 89-cu suala baxaq. Görək bizdən nə istəyir. Qövslərdir. Bəlkə də bunun üzərində yaza biləcək. OA böl AB. OA böl AB. Deməli, bura 2K desək, bura 3K'dır. Aha, möhtəşəmdir. Uzunluqları cəmi. Bu qövslə bu qövsün uzunluqları cəmi 42'dir. Bu qövsün uzunluğunu soruşur. Maraqlıdır. Deməli, pi r alfa. Bu da alfadırsa, burada alfadır, bunun da. Deməli, bu alfalar eynidir. Pi r alfa. R yerinə pi, balacanın r neçədir? 2K. Vuraq 2K, vuraq alfa, böl 180. Üzərinə gəlsək, uzunluqları cəmi deyir çünki. Pi r yerinə ümumi 5K'dır. 5K vuraq alfası eynidir. Bölək 180'da cəmi 42'dir. Aha. Sonra ortaq məxrəc 180 götürsək, piləri çıxarsaq kənara, yoxsa nə deyirdi ki? BND qövsünün uzunluğunu soruşur. Fikirləşək. Əslində başqa cür yazmaq olar bunu. Necə olar? Necə?
Necə? Aha. Fikirləşərik ki, daha doğrusu. Bunun ümumi buna nisbəti bu qövsün uzunluğunun bu qövsün uzunluğuna nisbətinə bərabərdir. Yəni, hələ ki qobunu yazaq. Pi alfanı daha doğrusu çıxarsaq kənara. Nə qalır? 2k plus 5k 7k bərabərdir 42. 42 ilə 7k gedər. Burada qalır 6. Pi alfa vur k bərabər olur 6 vur 180. Bu biraz uzun gedir. Dediyim kimi 2k'nın ümumi 5k'ya ayda silindi. 2k'nın 5k'ya nisbəti bərabər olmalıdır. M qövsünün uzunluğunun N qövsünün uzunluğuna nisbəti. Belə çıxır ki, M qövsünün uzunluğu buradan 2x-a, N qövsünün uzunluğu isə 5x-a bərabərdir. Və cəmi 42-dir. Yəni 7x-imiz 42-dirsə, x-imiz neçədir? 6-dır. Bizə də N qövsünün uzunluğunu soruşur. 5 vur 6, 30. Heç bunlarla getməyə ehtiyac yoxdur. Görürsünüz nə sadə yolu varmış. Baxın, dairəyə aldığım hissə. Belə. Sonra növbəti 91-ci sualla davam edək. Deyir, dəzgahın qolları. Dəzgah var bir dənə. Yarım dairə üzərində K nöqtəsində bərkidilmişdir. Aha. Qolların uzunluğu bu qolların uzunluqları dəyişə bilir. K nöqtəsi yarım dairə üzərində hərəkət edir. Hərəkət zamanı alfa bucağının dərəcə ölçüsü 30 ilə 45 arasında. Alfa 30 ilə 45 arasında dəyişir. Beta bucağı hansı aralıqda dəyişə bilər? Deməli, uşaqlar, betaya yaza bilərik də 90 çıx alfa. Elə deyilmi? Buradan alfa nəyə bərabər olar? Elə 90 çıx betaya. Alfanın yerinə 90 çıx beta yazsaq. Çünki yarım dairədirsə bu diametrə sökələn bucaqdır da 90 dərəcədə. Buna aid bir neçə sual işləmişik artıq. Deməli 30 kiçikdir 90 çıx beta. O da kiçik 45 yazsaq. Hər tərəfdən 90 çıxsaq. Bura eləyir mənfi 60 kiçikdir mənfi beta. Kiçikdir mənfi 45. Hər tərəfi mənfiyə vursaq 45 kiçikdir. Beta kiçikdir 60 alınır. Deməli, hansı aralıqda qiymət ala bilər? 45 ilə 60 aralığında qiymətlər ala bilər. Uşaqlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.